Bugün demek sabahları bizim Tatar Qaraqoyunlu Qiyas İcmasının en faal üzvlərindən olan əzizimiz Vəli Məmmədaloğlu Vəliyevin yubileyidir, 65 illik yubileyidir. Bugün icma adından, Tatar Qaraqoyunlu Qiyaslı adından məsləhət oldu ki, nümayəndə heyətimiz gəlib Vəli bəy evində təbrik eləsin yubiley münasibəti ilə və ona uzun ömür, can sağlığı arzulayırıq. Vəli bəy və həyat yoldaşı Şərəfət xanımla həmişə bütün icmamızın tədbirlərində ən fəal iştirakçılardan olublar və eləcə də qrupda ən fəal demək olar ki, belə deyək, aktiv bizim qrup üzvümüz, qrup fəalı kimi də qiymətləndiririk. Bütün bunlara baxmayaraq, o ana yurdu olan bizim Tatar Qaraqoyunlu Qiyaslı İcmasının xeyir duasını həmişə tədbirlərdən olmuşuq. Keçirəndə də, yolda, səfərdə olanda da ilk belə deyək, duasımızdan olur. Ona görə də Vəli bəy, sizi Tatar Qaraqoyunlu Qiyaslı İcması adından təbrik edirik. Hörmətli Vəli Vəliyev, sizi 65 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə sağlıq və uğurlar arzulayırıq. Tatar Qaraqoyunlu Qiyaslı İcması 28 yanvar 2026 il. Təbrik edirik sizi. Uzun ömür, can sağlığı, qoşa siz də şəriksiniz. Bunu ikilikdə tutun, şəkil çəkdirin. Sizi Tatar Qaraqoyunlu Qiyaslı İcması adından bir daha təbrik edirik. Nümayəndə heyətimiz Xəqani bəy, Nazim bəy, Oruç bəy, bir də ki mənəm də tanıyarsınız yəni Rafael bəy. İcma belə məsləhət gördük ki, gəlib ev şəraitində təbrik edək Vəli bəyimizi. Uzun ömür, can sağlığı, necə deyərlər, bundan sonra da bir qoşa qarın. Evlərə də fayda deyirlər. İkiniz də sevimlisiniz, bizim icmanın sevimli necə deyirlər, üzvlərisiniz. Belə qəbul eləyək, ən fəal üzvlərindənsiniz. Bir daha təbrik edirik, uzun ömür, can sağlığı. Bu da tortu zəhmət olmasa kəsin. Mən də öz növbəmdə icmanın mənim üçün mən həmişə vurğulamışam ki, bizim rayon əhli üçün bir akademiya olaraq mən qəbul eləmişəm və bu əgər hörməti ilə təşəkkürü qazana bilmişəmsə, mən icmanın cəmi üzvlərinə rəhbərlik başda olan hamıza təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin, daha da irəlilərə gedə biləsiniz. Çünki siz dövlətin yanındasınız, millətin yanındasınız, işləriniz həmişə ali dərəcədə aparmağı bacarırsınız. Bizlərə örnəksiniz. Var olun, sağlam olun, həmişə örnək olaraq qalasınız inşallah. Allah hükümət sizlərdən əhli eləməsin. Yubilyer həyat yoldaşınıza nə arzuluyorsunuz? Mən də uzun ömür, əsas can sağlığıdır, can sağlığı həmişə nəvələrin üstündə olsun. Sağ olun. Bir daha təbriklər, tortu görək. Kəsin. Yüz yaşa, sağlam yaşa. Nazım bəy, bir şərmə. Mən də Vəli qardaşımızı təbrik edirəm. Rafael qardaşımız bildirdiyi kimi icmanın ən faal üzvlərindəndir. Bütün tədbirlərimizdə iştirak edir. Şahımızın fərmanın zaman vaxtında yerinə yetirir. Bir daha təbrik edirəm Vəli qardaş səni. Allah sana sağlıqlı, dövlətləri xoşbaş görmək, gəncləri xoşbaş görmək nəsil olsun. Mən də təbrik edirəm sizi, uzun ömür, can sağlığı, həyat yoldaşıyla birlikdə və gün o gün son növələrin böyük toyun, ən kiçiyinin böyük toyunu verəsən. Allah şükür. Gözəl sağlıq. Güzel, Bir məqamı da çatdırır ki, Oruç bəy danışmamış. Bu iki qardaşın eyni gündə ad günüdür. Sabah biri yubileydi, Oruç bəyin də ad günüdür. Keçən il yubiley olmuşdu. Onu qeyd edirəm. Səni də təbrik edirik icmanın adından. Var olun. Bir iki kəlmə həm elə öz ad gününə aid, həm də qardaşın yubileyinə aid. Nəsə demək istəyirsən? Qardaşım olmanın dokumentali qardaşımdır, amma babamdır. Baba kimi onu görmək istəyirəm həmişə. Allah təala onu qardaşlıqdan əsir eləməsin. Nə qədər ki mənim sinəmdə ürəyim döyünür, həmişə gözümün qabağında olsun. 100 yaşasın, sağlam yaşasın. Həmişə belə gülərüz
olsun. Bax, mən bu bacımla bir yerdə. Allah şükür. Hə, olun, sağ olun. Təşəkkürümü bildirirəm. Öz ad günündə mübarək. Ben de- Tosu deyir ki, mübarək ad günündə nə vəcədir? Hə, indi deyəsən baban haqqında bir söylədin sən. Baxın deyir. Dedim mən mübarək ad günündə. De görək babaya nə arzulayırsan, otur baba ilə nənən arasında dur. Necə deyir baban haqqında? Necə babadır, de də. Yaxşı babadır. Bir daha təbrik eləyirik. Təbrik Uzun edirik. ömür, can sağlığı. Təşəkkür tortdan- edirik, gəldiniz, yoxladınız, xəlbət gəlmisiniz də. Yox, o icmanın qərarı belə idi ki, biz qərarı yerinə yetiririk. Bir daha təbriklər. Çox Sağ olun. Oruç bəy səni də, Vəli bəy sizi də. çox. İkinizi də təbrik edirik doğum günü münasibətilə. Vəli bəy isə xüsusi olaraq yubiley münasibətilə təbrik edirik. İcmal olarak var olasınız. Sağ olun. Sağ ol. Sağ ol. Novruz gelip yaz gelir, bir elinde saz gelir, bir elinde konçasını açıp gülünü dökeceksin. Bülbüle avaz gelir, Novruz. Ramiz müəllimi, Emin müəllimi mikrofona dəvət edirəm. Heç kəs inciməsin. Vidadi bəy, Ədalət müəllim, Yaşar müəllim, Ramiz müəllim, Emin müəllim. Bismillah. Ben de cəmi xoşallıqlara qoşuluram. Hamının, el olanın cəmi bu bayramı təbrik edən sizin kimsanlar. Hamısının bayramı təbrik edirəm. Düşərli olsun, doğru sözünün arası təzə olduğu kimi inşallah yeni o bir təzə ilə kəndimizdə qeyd edə bilir. Mən də tatarlı olsam sevinərəm inşallah. Sağ olun.